بسم الله الرحمن الرحيم. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم. أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وآله وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Muhterem arkadaşlar, ilk olarak bir daha her birinize Allah subhanahu wa ta'ala selamıyla selamlayıram. Esselamu aleyküm ve rahmetullah. Ve Allah subhanahu wa ta'ala dilerim ki bizim məclisimiz mübarək eləsin. Necə bu ayı mübarək elədiyi kimi, necə biz ki Allah subhanahu wa ta'ala bir məclisi, bir ayı mübarək eləyərsə, orada çoxlu, bol bərəkətli olar. Necə ki bu ayda görün necə yəni bərəkətli aydır. Çünki Allah subhanahu bu ayı mübarək bir ay adlandırır. Ve Rabbimden dilerim ki kim bu meclisi sebep olubsa Allah subhanahu wa razı olsun, Allah malına bereket versin, Allah subhanahu wa hidayetini artırsın ve Allah subhanahu günahlarını bağışlasın. Ve hemsinde burada olan kardeşlerin her birine Allah subhanahu dilerim ki bereket versin, Allah subhanahu onun dininde onları sabit eləsin ve hemsinde ki bu dini Allah Resulü sallallahu aleyhi ve sellem'in, sahabelerin, selef-i salih, fehmini başa çıkmanı əməlləməyə nəsib eləsin her birimize. O yolda bizi sabit eləsin. Və həmçində Allah subhanahu dinində irəlilədikdən sonra geriləməkdən Allah qorusun. Mühüm bir məsələdir, həqiqi mənada. Və Allah subhanahu sonsuz sayıda şükürlər olsun ki, müvəffəq elədi bizi. Bugün artıq 17-ci orucu bitirdik və 18-ci gecədir. Yəni 18-ci təravih artıq qılacağıq. O deməkdir, yəni 18-ci oruca artıq niyyətlənəcəyik. Yəni yarısından çoxu getdi. Yəni ikinci onluq belə bitir artıq. Yəni o xoş halını o insanların, o qardaşların, o bacıların ki bu ayı səmərəli keçirdilər. Amma o ki qaldı, əgər nələrsə buraxıblarsa, o halda yenə keçəni qaytarmaq mümkün deyil. Ən az dinləməlidirlər, bu gündən sonra olan günləri faydalı keçirtməlidirlər, səmərəli keçirtməlidirlər. Çünki Allah subhanahu wa ta'ala'nın bizim ac qalmamıza, susuz qalmamıza ehtiyacı yoxdur. Allah subhanahu wa ta'ala oruç istəyir və o orucda da ki vəd verir. Yəni oruc nə insan yəni günahlardan tam şəkildə qorunması, gözünü, dilini, əzalarının hamısını əks halda insana nə qalar? Yalnız insana aclıq və susuzluq qalar və yorğunluq qalar. Necə ki Allah Resulü hədisdə qeyd elədi. Yəni neçə insanlar var ki onlara oruclarından yalnız azlıq və susuzluq qalacaq. Neçə insanlar var ki gecə namazlarından yalnız onlara yuxusuzluqları qalacaqdır. Və Allah subhanahu bizim oruclarını eləsin ki həqiqi mənada Allah subhanahu ta'ala'nı görüşəndə necə ki bu indi sevinirik iftarlarımızda elələnsinə də orucumuzdan sevinən qullarını eləsin. Və həqiqi mənada bunun oruc bilirsiniz, oruc yəni böyük bir əzəmətli ibadətdir. Yəni çox. Necə ki bundan qabaq qeyd eləmişik, təsəvvür edin ki bir şəxsə zülm eləmisənsə, o məzlum belə sənin bütün savablarını götürsə belə orucu götürə bilməyəcəkdir. Allah subhanahu wa ta'ala qoymur. Çünki necə deyir, o dil mənim üçündür. Allah qoymur onu, o belə məzlum belə onu zalimdan, zülm eləyəndən götürsün onun savabını. Allah subhanahu əgər onun hətta belə günahları tamamilə qutarsa, daha doğrusu savabları tamamilə qutarsa və onun heç bir savabı qalmasa belə, Allah bir dənə orucdan başqa Allah subhanahu ta'ala vermir o orucun savabını o məzluma. Onun qarşılığını alır və onu o orucla cənnətə daxil edir. Bu da ona yəni dəvət edir ki, böyük bir nailiyyət, yəni böyük bir ibadət. Ona görə buna səhlənkar yanaşmaq lazım deyil. Qardaşlar, zəhmət olmaz telefonlarınızın səsini alardınız, yəni elədir ki, əlhəmdülillah, yəni faydalansanız gözəl olar da. Bu çünki elə məclisdir ki, əlhəmdülillah, yəni elm məclisidir. Və necə bilirsiniz ki, bu məclis də elədir ki, yəni danışılan heç də özümüzdən danışmır. Ya Allah subhanahu ta'ala kəlamı danışılır, ya hansısa hədis danışılır, ya da ki, yəni
alimlərin fikrini çatdırır, rəylərini çatdırır, ictihadlarını çatdırır. Bizim yəni sözümüz yoxdur bu dində. Yalnız biz kimlərik? Biz Allahın bir quluyuq, hansı ki, biraz bizə verilir. Bu da çox az bir şəkildə onun dinini nəql eləməyə icazə verilir və biz də onu nəql edirik. Bu bizim sözlər deyil, dərs alın alimlərin belə sözüdür. Onların belə sözü yoxdur bu dində. Artıq bizdən qabaq bu deyilikdir. Və həmçində bu necə bilis məclis elədir ki, buranın mələklər əhatə edir. Yəni elm məclisini əhatə edir və orada olan şəxslər üçün Allahdan bağışlama diləyirlər. Sözsüz ki, sənə gələrəm, yəni necə cismən buradasən, amma ruhən başqa yerdəsənsə, yəni necə ola bilər o tam şəkildə o məclisin savabını qazanasan. Və o da bilsin ki, elə bir fayda götürəsən, həqiqi mənada insanın bütün həyatını dəyişsin. Diqqət eləmək lazımdır. Yəni, ümumiyyətlə bundan getmirsə, yəni hansısa bir elm məclisində olanda çalışın ki, orada olun. Necə ki, cismən oradasınız, elə ruhən də orada olun. Və həmçində başqa ibadətlər görürsünüz. Yəni, oruclu olun, düzdür. Sən elə belə susuzluq qaldınsa, elə belə. Onun heç bir faydası yoxdur sənə. Eləsin namazlar. Sən elə namaza gir, cismən namazda ol, amma ruhən başqa yerdə ol. Yəni, mümkün deyil. Çünki niyə görə? Çünki bütün ibadətlərin ruhu var, düzdürmü? İbadətin ruhu. Yəni, o da ki, sənin orada olmağın təsir cismən olmur. Yəni, o olmasa, yəni, sadəcə necə olacaqdır? Namaz belə olsun. Xuşsuz namaz bundan nədir? İnsan təsəvvür ki, yalnız elə bir dənə belə necələr qalışqı qoydur ki, o fərzlik sənin üzərindən düşdü. Amma heç bir savab qazanmırsan. Və belə də bütün ibadətlər belədir, qardaşlar. Siz, yəni, kim xoşlayar ki, və yaxud necə ki, bir böyük alim gətirir, deyir, bir məlikə, padşaha deyir, bir dənə böyük buynuzlu, məsələn, heyvan və yaxud da ki, dəvə və yaxud da bir gözəl bir qoç hədiyyə elə, amma onun ruhu olmasın. Onun nə dəyəri olacaq o padşahın qarşısında? Heç bir şey, öyle heyvanı verirsin. Belə də bu ibadətlər belədir, qardaşlar. Yəni, ibadətlər də elədir. Sən cismən durursan orada, amma ruhən yoxsan. Düzdürmü? Yoxsansa deməli, o ona bənzəyir. Allahın qarşısında durmuşsan, amma nə təhər cismən. Və söz ki, bugün qeyd edəcəyimiz məsələ nədir? Bu elə hidayət yolu. Yəni, Allah subhanahu teala'nın bunu bizə verdiyinə, yəni böyük bir nimətdir. Sözsüz kimlər üçün, qardaşlar, bu böyük bir nimətdir? Dərk edən insan üçün. Onu fərqinə vuran insan üçün. Amma yoxsa elə beləncə axardan gedir və hara gedir, necə gedir, özü də bilmir. Bir gün burada, sabah üçün o birisi yolda və s. Allah qorusun hər birimizi. Yəni, bu böyük bir bəladır. Onun üçün insan nə eləməlidir? Bu niməti dəyərləndirməlidir, elə belə nimət deyil. Bu da elə o birisi nimətlər kimi böyük bir nimətdir. Və hətta o birisi verilən nimətlərdən daha çox, daha böyük, dəyərli bir nimətdir. İnsana verilən var, dövlət olsun, insanın sərvəti olsun. Amma nə bu nimət onda olmasın, o var dövlətin nə faydası olacaq? Heç nə. Heç nə, hamısını qoyub burada gidəcəkdir. Heç bilmirdi özündən sonra kimlər onu yiyələnəcəkdir. O bilsin ki, onun ən xoşuna gəlməyən insan o var dövlətə yiyələnsin. Düzdürmü? Gəlib o mirasa yiyələnsin. Heç onu bəlkə də evinə belə qoymazdı, özü sağ olsaydı. Amma təəssüflər olsun, artıq o öləndən sonra gəlib onun o var dövlətinə yiyələndir. Amma hidayət olmayandan sonra onun heç bir faydası yoxdur. Faydası yoxdur. Niyə görürsən? Sən hidayət yolunda deyirsənsə, deməli, övladlarını da öyrətmədin, yaxınlarını da öyrətmədin, yönətmədin. Yönətmədinsə, sənin də demək, qoyduğun o sərvət Allahın olmasın ki, haram yolunda xaçlanılsın. Hətta öləndən sonra belə sənə yazılsın. Allah qorusun. Amma sən bir təqva sahibi övladlar qoyub gedərsənsə, ev əhli qoyub gedərsənsə, o halda nə xoş halınsa. O, həm də bizim qoyduğumuz, getdiyimiz mirası gözəl bir tərzdə xərcləyərlər, həmçindəki bizdən sonra gözəl əməllər eləyərlər. Yəni bu, Allah subhanahu teala'nın qulları üçün verdiyi bir böyük bir nimət. Yəni böyük bir əzəmətli, hidayət. Yəni hidayət niməti. Yəni bu yola, bu düz yola, yəni Allahın izni ilə yönəlmiş isə Allahın izni, yəni birinci, ən böyük, ən əzəmətli nimətdir. Bundan böyük nimət ola bilməz. Və bu da sözsüz ki,
İndi də ki, biləcək, indi qabaqda Allahın izniyle, dəlillərlə, həm ayətdən, həm Allah Rasulü s.ə.v-in yəni, hədislərindən. Düzdür, biz kimsə yönəldə bilərik, amma biz hidayət edilən deyil, hidayət Allah s.ə.v. Deməli, bu hidayət olunsansa, deməli, bu nimət Allah'tandır. Allah səni hidayət edir. Buna görə deyilməlisən, bu niməti şükürləməlisən. Allah subhanahu wa ta'ala müminler hakkında bize bildirir. Artık onlar cennette olanda. A'raf suresinin 43. ayetinde. وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَا اللَّهُ لقد جاءت رسل ربنا بالحق ونودوا أن تلكم الجنة وورثتموها بما كنتم تعملون. A'raf suresi 43. ayet. Biz onların kökslərindəki kim küdrətlidir çıxaracağıq. Allah subhanahu ta'ala deyir. Onların ayaklarının altından saylar akacaq. Yani onlara verilen orada böyle değil, ağaçlar vesaire axırda böyle binalar, hədsiz hesabı, onların altından üstəlik de onların altından kadar saylar axacaqdır. Onlar deyəcəklər, bizi buna qovuşduran Allah həmd olsun. Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Görürsünüz, bu nimət kimləndir? Allah'tandır. Yani Allah bu nimeti vermezse biz hiç vakit ona yönelebilmezdik. Elbette Rabbimizin elçileri hak getirmiştiler. Onlara beni hitap edilecektir. Emellerimiz sayesinde varis olduğumuz cenneti bu cennet budur. A'raf suresi 43. Deməli İbn Kəsir rahimehullah Teala bu ayəni təfsir edəndə bizə bildirir, yəni gətirir bu sözləri Allah Resulü sallallahu əleyhi və səlləmin. Kullu əhlil cənnəti yara məb'adahu minən-nar feyəqul. Hər bir cənnət əhli öz yerini cəhənnəmdə görəcəkdir. Göstəriləcəkdir ona. Və onda da artıq bu ayəni belə oxuyurlar. Əgər Allah bizi doğru yola yönəltməsəydi, bizim yerimiz var idi. Və bununla da deyirlər, şükürlərini artırırlar. Subhanallah. Və necə şeyh burada qeyd edir, bu hidayət əzəmətli, böyük bir yəni əzəmətli bir nimətdir. Sayı hesabı olmayan. Bunun da ki, qiymətini kim bilə bilər? Əgər onun əksini bilirsə, anlayırsa ki, bunun əksi nədir? Bunun əksi ilə gedənlər nə gözləyir? Bununla gedək demək, haqq yoldan cənnət daxırı. Və əksi ilə gedənlər nə gözləyir? Allah qorusun, cəhənnəm. Necə ki, Allah subhanahu ta'ala bildirir. Düzdür, hətta cənnət əhlinə, hər cənnət əhlinə belə göstəriləcəkdir onun yeri cəhənnəmdə. Cəhənnəmdə olacağı yeri. Əgərlərim haqq yola yönəlməsəydi. Onunla deyirlər, Allah'a şükürlərini artırırlar. Və görürsən ki, insanlar var ki, neyinlər? Yəni, üz döndərlər buna. Yəni, haqqa dəvət olunur və çağrılır, üz döndərirlər. Və onların halı necə olacaqdır, qardaşlar, qiyamət günü? Ləv ennəllâh hədəni ləkuntu minəl muttəqin. Subhanallah. Söz ki, burada təfsirdə şərti olarak gəlmir, burada adı təmənni gəlir. Təmənni nədir? Arzu eləmək. Yəni, arzu edəcəklər artıq orada ki, Allah yəni ki, əgər Allah məni doğru yola yönəltsəydi, mən də müttəqilərdən olardım. Şərt olarak demir, artıq cəhənnəmdədir, yanır, deyir, əgər Allah məni doğru yönəltsəydi, mən də müttəqilərdən olardım. Ondan qabaqki ayələri oxusaq, bu Zümer suresinin 57. ayəsidir. Və görərik ki, nədən gedir söhbət Allah'ın izniyle. Yəni, onlara
Onlar çağrılanda onlar nə edirlər? Lavağa qoyurlardı. Üz döndərirlərdi haqq yoldan. Və bu dua onlar artıq orada olanda Allah qorusun və nələr onları gözləyir. Və yəqulu ya leytəni ittəxəztu mə'ər rəsuli səbilə. Furqan surəsi Əl-Əyə 27-ci ayə. Kaş ki mən Peyğəmbərin yolunu tutub gediydim. Bu da artıq harda olacaqdır? Sözsüz ki artıq o gec olacaqdır. Bunlar hamısı gec olacaqdır. İnsan yəni ki bu dünyada əllərim Allah Resulü s.ə.v-in yolunu tutub gedərsə nə gözəl, nə xoşalına. Həm bu dünyada xoşbəxtçilik içində olacaqdır, həm də ki ahirətdə. Ona görə ki bizim dinimiz hər bir şey əhatə edir. Bütün haqları qoruyur. Böyüyün haqqını, kiçiyin haqqını, qadının haqqını, hər bir haqqı, hətta belə qonşun sənin, qeyri sənin dinində olandan olsa belə yenə də onun haqlarını qorur. O ki qalı sənin dinində olan olsun. Düzdürmü? Yəni baxın Allah Resulü nə edirdi? Onun Yahudi xidmətçisi olan deyib onu ziyarət eləyərdi. Düzdürmü? Hətta onun əli ilə İslama daxil olur, təslim olur. Və deyir Allah həm şükürlər olsun ki deyir, onu deyir o oddan qutaran Rəbbimə şükürlər olsun. Nə idi bu? Allah Resulü s.ə.v-in gözəl əxlaqı qonşu ilə. Yahudi idi. Onun dinində deyil idi. Bizim o baxmayaraq görürsən bizim dinimiz hətta belə, başqa dində olsa biz onların dinini sevmirik ki. Biz amma Allahın haqlarını qoyuruq qonşu olaraq. Yoxsa bugün içində görürsən insanlar var ki, təəssüflər olsun, müsəlmanlar belə salam vermir. Və yaxud müsəlmanı belə kafir sayır. Allah qorusun. Bu da nədir? Böyük bir bəladır. Subhanallah. Allah subhanahu wa hər birinə hidayət versin. Yəni Allah subhanahu wa bizləri sabit eləsin. Və sözsüz ki, əgər bir insan bu hidayətin əhəmiyyətini yəni dərk eləsə, yəni o həmçində ki, bilsə ki, artıq onun xilası yəni bu yoldadır, Allahın qoyduğu bir yolda, Allah Resulü s.ə.və tabi olmaqda nimət içində olacaqdır. Və onu heç bir qorxulu şey gözləməyəcəkdir. Yəni nə bu dünyada, nə ahirətdə. Amma kim ki bu yoldan, Allahın yəni qoyduğu yoldan və Allah Resulü s.ə.v-in yolundan üz döndərərsə, onda artıq nə olacaqdır? Sözsüz peşmançılıq içində olacaqdır. Allah qorusun. Bu da böyük bir nimətdir. Və insan həris olmalı bu yola. Və bu yola artıq yəni o nail olubsa, artıq yəni həris olmalı ondan möhkəm yapışmağa. Möhkəm. Və həris olmalıdır, həmçində bunu qorumaq üçün nə etməlidir? Yəni qayıtmalıdır Peyğəmbərlərin yoluna. Peyğəmbər s.ə.v-in yoluna. Necə idi o? Necə qoruyurdu bunu? Nə amillərdən yapışırdı və yaxud da sahabələr necə deyirlərdi və yaxud sələflər onlardan sonra, bizim onlar hamısı sələfdir zaten. Yəni necə edirlərdi? Yəni bunu biz bilməliyik qardaşlar. Bu nimətdir, böyük bir nimətdir. Yəni necə bilirsiniz ki və gördünüz ki, hətta biz belə şahidlər olduq, hamımız, necə insanlar var, gəldi və getdilər. Düzdür, amma Allah qorusun, ona görə bu niməti qorumaq lazımdır. Əgər bu nimət qorunarsa, Allah'ın izniyle Allah subhanahu bizləri sabit edər. O şükürünü eləyərsənsə bu nimətin. Daim inşallahın izniyle o nimət üzərində olarsan. Və necə ki, yəni Peyğəmbərlər və sələflər Allah subhanahu onların razı olsun və onların yolunda tabi olanlar minlərdir. Yəni bu Allah subhanahu wa ta'ala'nın sözünə əməl edərlər. Şura surəsinin 52-ci ayə, Əl-Əyə. Allah subhanahu wa ta'ala nida edir Allah Resulü s.ə.və və innəkə lətəhdi ilə siratin mustaqim. Həqiqətən sən onları doğru yola yönəldirsən. Deyir, həqiqətən sən onları doğru yola yönəldirsən. İndi baxın qardaşlar, sözü ki, bundan sonra bir ayə gələcəkdir. O insan için bu onun əksi də haqı. O da Allah'ın izniyle muhtəxilin həzl əyə və bunu nə etməlidir? Hər bir şəxs, hər birimiz bu ayəni götürüb bunu əməl etməliyik.
Necə əməl eləməliyik? İndi inşallah növbəti ayəni oxuyaq və sonra misallarında şeyh bunu açıqlayır. İnnəkə lə təhdi mən əhbəbtə və ləkinnəllah yəhdi mən yeşə. Qasas surəsi 56-cı ayə. Deməli, şübhəsiz ki, Allah subhanahu bize bilir mənalı tərcüməsidir. Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. Baxın, birinci ayə deyir ki, sən deyir doğru yönəldəsən. Düzdürmü? Sonra ikincidə nə deyir? Deyir ki, şübhəsiz ki, sən deyir istədiyini doğru yola yönəldə bilmərsən. Burada qardaşlar, bu hidayətdir, hər bir ikisi. Amma bunların arasında fərq var. Birinci ayədə hidayət dəlalə. Dəlil nə demək? Yəni dəlalət eləmək. İrşad, yönətmək, bəyan eləmək. Dini. Ki, bax budur, yönətməlisən. Və görürsən, insana başa salırsan, o bilsin ki, başa düşmür. Nə edəcəksən? Daha da elə ki, onu yönəldəcəksən. Hətta bir əlindən tutub aparacaqsan. Heç nə olmaz, buraxma. Necə Hüseyni Rəhməllah deyir, görün, bir qardaşın azır, çaşır deyir, onu deyir, buraxma deyir həmən. Tut əlindən, qoyma getməyə. Gördün, artıq deyir, gedir, onunla bir yerdə getmə. Qoy getsin. Yəni, bu budur, bax. Bu birinci ayədə Allah Subhanahu bizə elədiyi nida budur. Yəni, biz nə bəyan eləməliyik, açıqlamalıyıq, göstərməliyik yolu. Və bu da haqq yolu. Bu kimlərin yolu idi? Peyğəmbərlərin yolu. Kimlərin yolu idi? Ondan sonra, yəni Allah Resulü sahabələrin, sələflərin, bütün kimlər ki, onların yolundan yapışanların hamısının yolu bu olubdur. İkinci nədir, qardaşlar? İkinci isə hidayət tövfiq. Bu da Allah'tan tövfiq, yəni hidayəti. Artıq yəni Allah subhanahu wa ta'ala olan nimət. Sən deyirsən, o bizimkinə sanki bir divara dəyər qayıdır. Çünki Allah subhanahu istəmir onun hidayət olmasını. Düzdürmü? Amma görürsən ki, subhanallah, bir ani anda insan gəlir, hidayət olur. Bu artıq Allah'tandır. Bu Rəbbimizdəndir. Olan bir böyük nimət. Biz də belə, o bilsin kimizə vasitəsilə, kimizə sözülə gəlmişik. Kimsə bir balaca bir söz deyir. Ondan qabaq o bilsin bizim kitablar oxunur, biz onun belə əhəmiyyətini vurmamışıq. Amma o artıq nə an idi? O artıq Allah subhanahu wa ta'ala'nın sənə hidayət verdiyi an idi. O bizim kimizə duası ilə sənin qəlbin açıldı, mənim qəlbim açıldı. Bu Allah'tan olan böyük bir nimətdir. Allah subhanahu wa ta'ala verir bunu. Vallahi ki Allah'tandır. Və bu ən böyük nimətdir. Hansına şükür eləmək lazımdır. Çünki bizim cənnətimiz də Allah'ın izniyle. Cənnətə aparan yoldur. Və bundan da necə qeyd elədik, qardaşlar, böyük yəni Allah'ın verdiyi ən böyük nimətlərdəndir qullar üçün. Bu da ki, Allah subhanahu ta'ala'nın xüsusiyyətlərindəndir. Qullarına verilən nimətdir. Elhamdülillah. Onun için baxın, dəlalət eləmək, yönətmək və bəyan eləmək kimin yəni işlərindəndir? Yəni Rasulların, elçilərin. Düzdürmü? Və onlara tabi olanların. Və kim ki onlardan sonra gəlib onların yoluna tabi olanlar. Və həmçində hər bir müsəlmana, istər o dəvətçi olsun, istər İsrail bir müsəlman olsun, hər bir insanın üzərində vacibdir bu. Bacardığı qədər Allah'ın dinini öyrənməlidir, əməl eləməlidir və ona çağırmalıdır. Hər bir müsəlmanın üzərində vacibdir. Və necə ki, bilirsiniz, Peyğəmbər salsın çox həris idi buna, çox şiddətli qardaşlar. Yəni, öz qövmünün hidayət olması üçün. Yəni, baxırsınız, oxuyursunuz sirasını, görürsünüz qardaşlar. Hətta Allah subhanahu wa ta'ala onu qınayır bunun üçün. Qınayır hətta, o qədər yəni həris idi ki, Allah subhanahu qınayır onu. Niyə görə? Onun qövmünün hidayət olmasını çox şiddətli hərislik olduğuna görə Allah qınayır. Nə deyir? Allah subhanahu wa ta'ala فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِلَّمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا. Kehf suresi 6. ayet. Görün Allah subhanahu wa ta'ala nə deyir qardaşlar? Onlar bu kitaba inanmırlar deyə. Onlar bu kitaba inanmırlar deyə. Arxalarınca kədərlənib
özünü həlak edəcəksənmi? Yəni, onlar iman gətirmirlər, Allah Rasulullah yenə də buraxmır onları. Neyinir? Gedir onların dalınca. Hətta gör o səviyyəyə çatır ki, ayə nazil olur. Yəni, onlar da iman gətirmirlər deyənlər, niyə kədərlənirsən? O dərəcədə, yəni Allah Rasulullah həris idi. Və sonra isə növbəti ayədə Yunus surəsinin 99-cu ayəsində Əfə əntə tukrihun nəsə həttə yəkunu mu'minin İnsanları mümin olmağa sənin məcbur edəcəksən. İnsanları mümin olmağa sən məcbur edəcəksən. Yunus surəsi 99. Yəni, Allah Rasulullah çağırır və görürüz, onlar nə qədər üz döndərir. Allah Rasulullah nə qədər yanı əziyyətlər verirlərdi. Düzdürmü? Hətta Allah Rasulullah köçdü öz vətənindən belə. Nəyə görə? Çox əziyyət verirlər. Artıq o həddə çatdı ki, sözü ki, Allah subhanahu ta'ala izni olandan sonra oldu bu. Necə rəvayətdə gəlir, Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu əleyhi və səlləm hər gün gələrdi Əbu Bakr radiyallahu anh ziyarət eləməyə. Bir gün günün qızmar vaxtında gəlir. Onlara da nəyə dəvət edir bu qardaşlar? Əgər günün qızmar vaxtında kimsə evinə gəlibsə, deməli nəsə bir faciə baş veribdir. Yəni, mümkün deyil ki, o vaxtda kimsə evinə elə belə gəlsin, ziyarət etsin və s. belə. Ondan bilirlər ki, nəsə bir əhəmiyyətli bir şey var. Allah Rasulullah deyir ki, bir izin verildi. İzin verildi. Yəni, nəyə? Keçməyə sözsüz ki. Əbu Bakr radiyallahu anh deyir, Əs-suhbə, yəni yoldaşlıq, yəni mən də səninləyəm mi? Allah Rasulullah deyir, bəli deyir, suhbə, sən də mənimləsən deyir. Deyir ki, nə dəvə hazırlamışım. Deyir, onu deyir, götürəcəm, amma deyir, nə pulunu ödəyərək. Deyir, heç nə olmaz. Sonra Ayşə radiyallahu anhə başqa bir hədəsdə rəvayət edir, və həmsində bunun ardını. Deyir ki, mən deyir, heç kəsi deyir, beləncəsinə sevincdən ağlayan eləmi görməmişdim. Nə o vaxtı, nə də ondan sonra. Əbu Bakr radiyallahu anh yanı. Elə sevinir ki, Allah Rasulullah yanı keçməyə görə necə yanıb dəhşətli şəkildə ağlayır, uşaq kimi, höykürür. Əlbəttə, bu ayrı bir mövzudur. Bu da görürsünüz, necə oldu kökdə Allah Rasulullah artıq izin verildi. O dərəcədə yəni əziyyətə düçar oldu ki, izin verildi. Mümkün də biz də qardaşlar, o bizim insanlardır. İnsanlarımız, xalqımız, millətimiz, zahirdirlər. Əlhəmdə şükürlər olsun Rəbbimizə ki, çox yəni mərifçilik gedir. İnsanlar görürsən ayrılırlar, bilirlər, amma yenə də azdır. Bizdə o bizim qəribə gəlsin. Sən nəsə deyirsən, nəsə bilirsən, subhanallah, necə yəni bunu bu insan eləyə bilər? Amma bil ki, yəni ona elə çatmayıb o. Bil ki, o bilmir onu elə. Sən nə edəcəksən, sən dəvətçi müamiləsini eləyəcəksən. Çünki qardaşlar, biz heç birimiz insanlara hökm vermək üçün göndərilməmişik. Hökm Allahın. Biz insanlara dəvət eləməyə gəlmişik. Biz insanlara haqqı çatdıracağıq. Amma hidayət verən Rəbbimizdir. Biz bəyan edəcəyik. Görürsən, insanlar var ki, insanlara hökm verirlər. Subhanallah. Məsələn, kafir hökmü. Düzdür, biz demirik. Allah subhanallah vəsf elədiyi kafirlər kafirdir. Onun heç şəkki şübhə yoxdur. Amma sən necə ola bilər ki, bir cəsədə hökm verərsən, tamamilə olası bir şeydir, subhanallah. Deyəndə ki, məsələn, qardaşım, yaxşı ki, bir oğurladı, deyə onu hökm verək də, əlin kəsək. Yox, olmaz bu. Niyə görə olmur bəs? Onda sən Allahın hökmünə hökm vermədin ki, nə tər olur bəs? Necə olur ki, sən insanın cəsədindən bir hissəsinin hökmünü verə bilmirsən və bütün cəsədin hökm verirsən? Sən oğruq elədi, hökm verə bilmirsən ki, onun əli haradan kəsilsin. Bilmirsən ki, buradan kəsiləcək, buradan yoxsa buradan kəsiləcək. Və sən kimsən ki, mən kiməm ki, onun hökmünü verək? Onun yanı ki, hər bir şeyin əhkamı var. Yəni, sən namaz qılırsan, hər vaxt namaz qıla bilərsən, və necə olub namaz qıla bilərsən, hər yer namaz qıla bilərsən, əlbəttə ki, yox, o elədir elə. Görürsən, insanın bütün cəsədin hökmünü verir. Kafir sayı insan, təəssüflər olsun. Neyir bununla? Heç nə. Valideyn isə məhrum edir cənazə namazından, onu yumaqdan, onun müsəlman qəbirstanlığında bastırmaqdan, onun mirasına yiyələnməkdən və s. axır. Amma nə? Bunu fikirləşmir, bunu düşünmür. Belə baxsan, amma inan ki, hamısını deyə bilmərəm, əksəriyyəti var. Belə qurcalasan,
götürdükləri hökmünə görə özləri kafir olurlar. Götürdükləri hökmünə görə özləri çox kafir olur. Təəssüflər olsun. Neynəməliyik qardaşlar? Yəni bu da nədən irəli gəlir? Görürsən insanlar dinlərini öyrənmirlər. Və götürürlər gedirlər böyük məsələlərə. Və yaxud da nə onlara aid olmayan məsələyə ümumiyyətcə. Sən əlhəmdülillah get dinini öyrən qardaş. Gün içində soruşsan namazın rukunlarını, namazın şərtlərini bilmir. Və Fatihə surəsini deyirsən bilmir. Fatihə surəsi namazın rukunudur. Onu sənin namazın yoxdur. Məsələn, qurcalayırsan məsələsini, görürsən ki, nədir? Başqa amilləri çağırırsan orada. Görürsən, bunun götürəyə görə özü arasa elə ona düşür. Allah daha doğrusunu bilir. Yəni, biz neynəməliyik qardaşlar? Bax, bu iki ayənin arasında necəyik? Biz insanlara haqqı çatdıracağıq. Amma hidayət verən Rəbbimizdir. Və insanlara hüküm vermək də bizdəndir, bizlikdir. Və sonra növbəti ayəni də oxuyan qardaşlar bir dənə hədis qeyd edək, necə şeyh burada qeyd edək, ondan şifayətlənək, çox istəyirəm Allah'ın izniyle. Necə ki, Allah Resulü sallallahu Allah Subhanahu wa Ta'ala öz Rasulunu vəsf edir. Vəsf edir, necə yəni o rəhəmli idi möminlərə qarşı. Ümumiyyətcə öz qövmünə qarşı. Bu da ki, Tövbə surəsinin 128-ci ayəsindədir. لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِيتُمْ حَرِيصٌ عَلَيْكُمْ مِنْ مُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ. Tövbə surəsi 128-ci ayə. Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyinizdən ona ağır gəlir. Yəni, siz əziyyətə düşməyiniz ona bir ağır gəlir. İstəmir ki, onun qövmü əziyyətə düşsün. O sizə qarşı qarşıkeşdir, yəni qayğınıza qalandır. Möminlərə şəfaətli, rəhimlidir. Tövbə 128. Axırıncı bir dənə də qardaşlar hədis, harada ki, Allah Resulü s.ə.v özünü vəsf edir. Bu Allahın vəsfidir. Hədisdə isə Allah Resulü öz-özünü vəsf edir. Və diqqətlə qulaq asın, həqiqi mənada çox belə düşündüyünüzü hədisdir. Bunda İmam Müslim rahimehullah rivayet edir. Min hadis Cabir radıyallahu anh. Cabir radıyallahu anh. Qala Resulullah sallallahu aleyhi ve sellem: "Misli mislekum kemisli raculin evqada naran. فجعل الجنادب والفراش يقعن فيها وهو يذبهن عنها وأنا آخذ بحجزكم عن النار وأنتم تفلتون من يدي." Peygamber sallallahu aleyhi ve sellem böyle buyurur. Mənim sizinlə münasibətim bir kişinin od yandırmasına bənzəyir. Od yandırır gecə. Nə mənzər olur? Zızdıramalar və kəpənəklər odun içinə düşməyə başlayır. O zızdıramalı kəpənəklər sözsüz gecə necədə gəlir o işlər gedirlər oraya düşməyə, düzdürmü? Zızdırama, kəpənəklər və başqa düzələr düşməyə başlayır. O isə onları uzaqlaşdırmağa çalışır. Mən də sizin Allah Resulü sallallahu aleyhi ve sellem diyor ki, mən də deyir, sizin ətəklərinizdən tutub sizi oddan, yəni cəhənnəmdən qorumağa çalışıram. Amma siz əlimdən qaçırsınız. Yəni görün, Allah Resulü sallallahu aleyhi ve sellem özünü necə vəsf elədi. Yəni insanlar nə qədər çalışır, Allah Resulü neyini tutun onları saxlayır, biz getməyin, bu oddur. Belə də qardaşlar biz olmalıyıq. Necə ki bilirsiniz, biz bilirik artıq müəyyən şeyləri. Allah həmşüklər olsun ki bizim vəffəq eləyib. Yəni çox da olmasa biraz bilirik hər birimiz. Allah həmşüklər olsun. Neynəməliyik? İndi isə öz yaxınlarımızı qorumaq. Necə ki o od olsa bir od. Qoyarsan mı sənin hansısa bir yaxın, nə heç yaxının, qonşun olsun, uzaq olsun, kimdən aslanı qoymarsın o oda girməyə. Çalışarsan ki o odda
girməsin. Düzdürmü? O belə də budur. Bu cəhənnəm odur. Biz bilirik artıq nələr onları ora aparır. Çalışmalıyıq əlimizdən gələni eləməyi ki, o oddan onları qorumaq üçün. Yəni bu kimin yoludur? Görürüz Allah Resulü sallallahu əleyhi və səlləm. Onun qabaqçı olan peyğəmbərlərin yoludur. Və bu ayda da əlhəmdülillah bunu özünüzə götürün və buna çalışın. Allahın izniyle xeyir əhlindən olarsınız. Allah subhanahu görəcəksiniz başqa bir işlərini də asanlaşdırır. Çünki nailiyyət Allah'tan. Və ruzu da odur ki, Allah subhanahu yazırsa onun mümkün deyil, yeməmiş ölməyəcəyik. Allah daha doğrusu böyle kısa da olsa araçlarımda nəsiyyətim bu idi. Allah subhanahu bizi müvəffəq eləsin daim xeyrə. Və Allah subhanahu bizlərə müvəffəq eləsin daim bu dini o tərəflərin fəhmi ilə başa düşüb ona əməl eləməyə. Və axırıncı bir dənə də xalibatma edeyim. Kısa bir. Sözsüz ki, eləmiş ki, amma necə bilirsiniz ki, müminlərə fayda verir xatırlatmaq. İmam Əhməd Rəhiməllahın sözüdür. Deyir ki, Əl-Usul-ü Sünnə indənə ət-təməssük bimə aleyhi ashab-ı Nəbi sallallahu əleyhi və səlləm. Bu Sünnənin əsasları kitabı var. Şeyx Rəhiməllahın kitabıdır, İmam Əhmədin. Qaydalar yazılıbdır orada. Yəni usullardır, əsaslardır, Sünnənin əsaslarıdır. O kitabını belə başlayır. Əl-Usul-ü Sünnə indənə. Deyir, Sünnənin əsasları bizdə. Bizdə deyəndə alimlər nə deyir, nə deməkdir? O demək ki, İmam Əhməd Rəhməllah minlərlə alim gördü mü? Yəni, o demək ki, onların hamısında bu qayda idi. Yəni, kimlə görüşdümsə, hamısında bu qayda idi. Bu qaydadan heç də bir qram belə çıxmamışdır. Nə sağa, nə sola. Əl-Usul-ü Sünnə indənə ət-təməssük. Təməssük nə deməkdir? Yapışmaq, möhkəm. Sanki bir adı dişlərinlə və əllərinlə möhkəm. Ət-təməssük bimə kənə aleyhi ashab-ı Nəbi sallallahu əleyhi və səlləm. Nə üzərində Allah Resulü sallallahu əleyhi və səlləmin ashabları olubsa ondan möhkəm yapışmaq. Bu da qardaşlar müvəffəqiyyətdir Rəbbimizdən. Görürsən ki, hətta belə ərəb olsa, hətta belə Allah Resulü sallallahu əleyhi və səlləmin şəhərində belə anadan orada belə böyüyür, orada başa çatsa, belə məktəbə getsə, bağça oraya getsə və bitirirsə, görürsən ki, bu nailiyyət yoxdur onda. Bu anlayış yoxdur onda. Ola bilər. Niyə görə? Ona görə deyir ki, usul sünnə əsasları nədir? Allah Resulü nə üzərində o üzərdə olmaq. Qardaş, biz də deyirik o üzərdə olmaq, amma onu necə başa düşmək? Yəni, şeyxin qəsdi bura nədir? O demək istəyir ki, Allah Resulü gətirdiyi dinin, yəni Quran-ı Kərimi və sünnəni necə başa düşməliyik? Sahabələr necə başa düşürsə elənciyinə. Onlar nə üzərində olub ki, elənciyinə bilmək. Görürsən, insanlar çıxır bir üçündə hər bir şey deyir. Həmən o ayə ilə, həmən o hədislə insanları çalışırlar haqq yoldan saptırmağa. Gəlirsən deyir, qardaş, ayə dedi mənə. Qardaş, hədis dedi mənə. Qardaşım, biz bilmirik ayədə, hədisdə problem var. O hədisi, ayəni sənə necə açıqladı? Nətər, yəni, kimin fəhmi ilə sənə o başa saldı? Və mühüm buradadır, bu məsələdir. Buna toxunmaq lazımdır. Əlbəttə ki, gün üçün geçsin sufin yanına, haradasa özdən görə dəlili var. Ki, meclisdə məsələsini fırlanır. Misal olaraq deyirəm. Və yaxud da özünü döyənin, və yaxud da özünü partlananın deyib arası. Onu da deyəcək ki, məndə Qurandan dəlil var və yaxud hədisdə dəlil var. Və Allah subhanahu ta'ala bizə canımıza qəsd eləmə əmr edib, yoxsa özümüzü öldürmə, əlbəttə ki, yox. Deməli, haradadır problem qardaşlar? Onu başa düşməkdə. Onu demək, onlara açıqlayan insanlarda öz mənfiyyətləri, özlərinə yəni sərf edən kimi insanlara açıqlayırlar onu. Onun bu dində bizim fəhmimiz yox, bizim fikrimiz yoxdur qardaşlar. Bu din, əlhəmdülillah, artıq danışılıbdır. Yazılanlar yazılıbdır, artıq quruyub da hər şey. Sözlərə deyilibdir. Biz yalnız nə qilləyə bilərik? Rahat, asandır. Kimsə gəldi, deyilən kim deyib onu qardaş bunu? Sizin sələflərdən. Kim deyib onu möhtəbər alimlərdən, sənin kimin? Və s. axır. Və buna qayılır. Çünki bizim dinimiz və budur qardaşlar. Fikir verirsiniz yəni. Nədən yapışmaq? O nə üzərində sahabələr olsa ondan möhkəm yapışmaq. Və onlar necə başa düşürlərsə bu dini eləsinə başa düşmək. Başqa cürü mümkün deyil. Görürsən birisi ki, vallahi ki, oğruq edir. Gözümlə görmüşəm. Bu burada olması başqa bir şey. Deyirsən nədir? Deyir ki, məsələ üçün gətirir, nəsə gətirir, hədis gətirir. Subhanallah. Təsəvvür oğurluğuna hədis gətirir. Deyir, mən oğramadım, girdim, deyir, götürdüm. Kafir deyir, nə problem var ki? Girdim oradan götürüm, oğurluq deyir ki, bu deyir. Subhanallah, deyir, nə deyir?
Bizim dinimiz və onu bizə əmr edir? Əlbəttə yox. Haradır problem qardaşlar? Fəhmdə, anlamaqda. Allah subhanahu bizi bu dini daim qardaşlar, yəni sələfin fəhmini başa düşüb, ona əməlini qullarını eləsin. Allah subhanahu wa sizlərə bərəkət versin. Allah subhanahu halkımıza, millətimizə hidayət versin. Və Allah subhanahu ölkəmizdə, halkımıza gələn bəlaların qarşısını alsın. Və Allah subhanahu bizim millətimizin, halkımızın, ölkəmizin üzərində nimətlərini artırsın. Və Allah subhanahu ən böyük nimət necə ki bildiyi hidayət yoludur. Rəbbimdən diləyirəm ki bizim başımıza, onun ətrafında olanlara, bütün məmurlarımıza Allah subhanahu hidayət versin. Yəni haqq olan hidayət və həmçində onlara kömək olsun, daim düzgün şəkildə qərarlar verməyə. Hansı qərarlar ki, onlar bu dünyalar üçün nə ki ahirətdə peşman eləməyəcək və həmçində kimisə yanında başa əyməyəcək, yəni qərarlar. Yəni böyük bir nimət hidayət. Onun üçün biz daim bu böyük niməti sevdiyimizlərə və yaxınlarımıza və hamı istəyirik, kimə? Millətimizə, xalqımıza. Ona görə ki, biz öz vətənimizi sevirik, əlhəmdülillah. Və nədir ki, bizim başımız üçün dua eləməyimiz bu nə yaltaqlıq deyilən bir şeydir, əlhəmdülillah. Nə biz bir maaş bir sahibi deyil, nə bir şey deyil, nə bir vəzifə. Yalnız bunu bizim dinimiz əmrlədiyinə görə, bizim dinimizdən olduğuna görə bunu eləyirik. Allah subhanahu deyirəm ki, bizim başımızı qorusun və həmçində ki, bizim millətimizi, xalqımızı, vətənimizi qorusun. Və Allah subhanahu kimlər ki, bu müharibədə olanda istir birinci, istir ikinci, sonuncu, hansılar ki, müsəlman olaraq dünyasını dəyişlər, Allah subhanahu onlara şəhidlərdən etsin və onların şəhidliyini qəbul etsin və yaralanlara da Allah kömək olsun və bizim millətimizə, xalqımıza kömək olsun ümumiyyətcə. Allah subhanahu onların da ölənlərin sahiblərinə səbir versin və Allah subhanahu daha doğrusunu bilir. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.